Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Xoş gördük sizi, əziz dinləyicilərim. Ədəbiyyat aləmi sınaqlarla dolu sehirli aləmdir. Ədəbi mühit yaşadığın dövrü isbat edən bir toplumdur. Ədəbiyyatın müxtəlif cərəyanlarında əsərləri ilə yaddaşımıza köçən söz adamlarını bir-bir yada saldıqca onların yazı üslubundan və aldığı nəfəsdən həmin tarixi olduğu rəngində anlayır və dərk edirik. İkili portret. Bugün İkili Portret rubrikamızda Azərbaycanlı unudulmaz şair İsa İsmayılzadə və Moldova ədəbiyyatının görkəmli nümayəndəsi Qriqori Vieru haqqında danışacağıq. Cübran deyir ki, şair xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əqil dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir. İsa İsmayılzadə 60-90-cı illər Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri idi. Və indi ölümündən keçən bu illər ərzində biz bunu daha çox hiss edirik. Onun poeziyası təkcə yazıldığı illərin deyil, bugünün, sabahın poeziyasıdır. Qriqori Vieru, böyük Rumen şairi, 20-ci əsr Moldova ədəbiyyatının görkəmli nümayəndəsidir. Bu il 90 illiyi həm Azərbaycan ədəbiyyatı mühitində, həm də Moldovada qeyd olunan Vierunu Azərbaycan ədəbiyyatına çox tanınmış simaları dilimizə tərcümə edib. Qriqori Vierunu Səlim Babulla oğlu və Ramiz Rövşənin tərcümələrində oxuya bilərsiniz. İkili portret. İsa İsmayılzadə Güllələr demədi. Davadan qayıtmayan cavanlara getdilər fit çala-çala, getdilər atları çimizdirməyə. Bizi aparmadılar, qulancar yığmağa, moruq dərməyə bizi aparmadılar. Yalvarıb yaxarıb dil tökəndə biz onlar üstümüzə od ələdilər, qışqırıb, təpinib hədələdilər. Hələ uşaqsınız, nə yaşınız var? Bir gün xəbər gəldi, dava başlanıb, onlar əskərliyə çağırıldılar, nə tütək çaldılar, nə fit çaldılar. Fikirli oldular, ağır oldular. Yola salanlara qoşulanda biz yalvarıb, yaxarıb dil tökdü onlar. Qayıdın, qayıdın, geri qayıdın. Qayıdın atları çimizdirməyə, qulancar yığmağa, moruq dərməyə. Biz getdik. Düşüb arxamızca gəldi uşaqlar. Dilimiz gəlmədi bir söz deməyə. Onların yoxluğu düşdü araya. Oyunlar, məclislər qaldı yarımçıq. Toylar da seyrəldi, toyxanalar da, aşıq da havanı çaldı yarımçıq. Kəndimiz yamanca uralanmışdı. Yaman, körün yanırdı ocaq. Bir ağzı göyçək də qaralanmışdı. Deyəsən gedənlər qayıtmayacaq. Mərmilər, güllələr fit çala-çala, Cuvar cavat kimi qovdu onları, ketmən vura-vura, ot çala-çala, baxdıq yollara. Getdilər belinə sarı, getdilər ölümə sarı. Qərpələr demədi geri qaydın, lülələr demədi geri qaydın, güllələr demədi geri qaydın. Hələ uşaqsınız, nə yaşınız var? Getdin görünmə bilsən, sustu dünya o gündən, ürəyimdə həsrətin, sənsiz döyünür indi. Garipsedim sensiz, garipsedim
axı sensiz yollar xəbər gətirmədi səni mənə yetirmədi yollar yollar yolların nə uzundur gecələr nə uzandır bir ümidim qalmışdır o da sensiz usandı Qəribsədim axı Qəribsədim axı sensiz yollar xəbər gətirəydi səni mənə yetirəydi yollar yollar qələbə ilə üstümə qayıdan yollar xatirələri oyadan yollar sevənləri yaşadan yollar İkili portret. Grigoriy Vero, İntizar. Xeyli zaman keçibdi, bitibdi savaş, dava. Oğlum qayıtmalıydı öz evinə. Gör ha vaxt, mən onu çox sevirəm. Düşməzdi qucağımdan, necə ola bilər ki, dönməsin ocağına? Bəlkə qarsı büzünü, gözünü kör edib od, doğma evin izini bəlkə tapa bilmir o. Bəlkə qulaqlarını kar edibdi top səsi, bəlkə ona yetişmir anasının naləsi. Bəlkə şikəst olubdu. Ayaqsız qalıb bəlkə yeriyə bilmir, uzaqdı yaxın ölkə, bəlkə əl qolu yoxdur, yazıq balam neyləsin, necə yazsın məktubu, bəlkə danışa bilmir, tutulub onun dili, necə anlatsın, harda yurdu, ölkəsi, eli. Heç kim onu görməyib, bir söz demir ki kimsə, necə desinlər ölüb, məzarı yox, itibsə. İsa İsmailzadənin Güllələr demədi şeiri müharibə və itkilər üzərində qurulmuş çox emosional və ağrılı bir mətnə sahibdir. Bu şeir cəmiyyətin bir hissəsi olan gənclərin müharibəyə göndərilməsi, döyüşdə həlak olmaları və geridə qalanların ağrısı ilə əlaqədar çox dərin hisslər yaradır. Grigoriy Vero isə İntizarda eyni mövzuda, amma fərqli bir şəkildə vətənə və ailəyə geri dönə bilməyən bir döyüşçünün həsrətini, çarəsizliyini təsvir edir. Bu şeirlər arasındakı paralelliklər müharibənin və itkilərin universal və əbədi ağrılarını əks etdirir. Düz deyiblər ki, poeziyanın zamanı, məkanı və dili yoxdur. Ölümündən sonra İsa İsmailzadənin "Gözləyin, dünyaya qayıtmağım var" kitabı çap olundu. Bu mistik frazada nə qədər böyük anlam var. Hər şair şeirləri oxunduqda bir daha doğulur. Yazı masası. Yazı masası rubrikasında bizim qonağımız tənqidçi, publisist, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, dosent, prezident təqaüdçüsü, Şərq-Qərb nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlıdır. Xoş gəlmisiniz Nərgiz xanım. Xoş gününüzə gələk Ayşə xanım. Çox sağ olun dəvət üçün. Nərgiz xanım, ilk sualımız ədəbiyyat sənayesi ilə bağlıdır. Yeni dövrümüzdə informasiya çoxluğu dövründə ədəbi irsimizi qoruyub saxlamaq üçün nə kimi yeniliklər edə bilərik?
Mən bilirəm ki, siz tənqidçi olmaqla yanaşı Şərq Qərb nəşriyyatının baş redaktorusunuz. Elə nəşriyyat olaraq nə kimi işlər görülür? Biraz bu barədə danışaq. Bilirsiniz, nəşriyyatlar adətən ədəbi prosesi yaradan, ədəbi prosesin yaranmasında iştirak edən qurumlardır. Dünyada belədir. Hər bir nəşriyyat öz yazıçısını, öz istedadını tapır, formalaşdırır, kitabını çap eləyir, kitabı cəmiyyətə təqdim edir və o yazışının, belə deyək də, püxtələşməsində və cəmiyyətə təqdim olunmasında vacib rol oynayır. Bizim nəşriyyatımız hər zaman dövlət maraqları, dövlətçiliyimiz bunu qorumağa çalışan nəşriyyatlardan biri oldu və istər 44 günlük müharibədən əvvəl, istər 44 günlük müharibə dövründə, istərsə o prosesdən sonra demək olar ki, o prosesləri əks etdirən ilk kitablar bizim nəşriyyatda çap olundu. Hətta müharibə yeni bitmişdi, biz artıq müharibə ilə bağlı kitablar çap eləməyə başlamışdıq. Bir kitabın adını çəkə bilərəm, Vətən müharibəsi tarixi 10 dildə çap olunubdu. Bizim nəşriyyat düzdür, Bakı şəhər icra hakimiyyətinin sifarişi ilə hazırlanmış bir kitabdır, Tarix İnstitutu hazırlayıbdı, amma o kitabın araya ərsəyə gəlməsi, o prosesdə biz nəşriyyat olaraq yaxından iştirak etmişik və bu iştirakımızdan açıq qürur duyuruq. Çünki çox dəyərli bir kitab meydana gəlibdir və dediyim kimi 10 dilə o prosesi, müharibəyə qədər olan dövr, müharibə dövründə baş verən hadisələr, bunların hamısını əks etdirən çox dəyərli bir kitabdır. Azərbaycan sənətkarları haqqında publisistik kitablar var. Mən onları özüm əldə etmişəm. Bəli, bunlar müxtəlif layihələrdir. Sənətkarlarla bağlı Bevan teatr layihəsi. O layihə də çox dəyərli kitablar orada. Çox bizim Azərbaycan korifey sənətkarları haqqında kitablar çap olundu. Publisistik və belə deyək də Rusiyada bir Jazayel seriyası var. Hamı bilir, bütün ədəbiyyat adamları bilir. Çox məşhur dövlətin, mədəniyyətin inkişafında xidmətləri olan istedadlı yazıçılardır, aktyorlardır. Bunlar haqqında şəxsiyyətlər haqqında məlumatlardır. Bu kitabda, bu seriyada bizdə muğam seriyası, teatr seriyası o cür nəzərdə tutulmuş bir layihə idi və xeyli kitab da çap olundu. Çox gözəl. Demək olar ki, kitab sənayesində ən öndə gedən nəşriyyatlardan biridir. Azərbaycan, nəinki Azərbaycanda, ümumiyyətlə Qafqaz bölgəsində Şərq-Qərb nəşriyyatı ən öndə gedən, ən üzdə olan nəşriyyatlardan biridir və yeganə nəşriyyatdır ki, biz artıq 3 dəfə ISO sertifikat almışıq, keyfiyyət sertifikatı, yəni beynəlxalq bir sertifikatdır. Bu bizim istər poliqrafik cəhətdən, istər nəşr prosesi cəhətdən. Bizə nəşriyyat deyəndə biraz yanlış bir, ancaq çap nəzərdə tutulur. Əslində nəşriyyat çox uzun bir nəşr prosesi deməkdir. Yəni bir mətnin nəşriyyata daxil olanda ekspertizasından başlanmış, onun səhifələnməsindən redaktasi, korrektasi, tenki redaktasi, yəni çox uzun bir prosesdir. Uğurlar diləyirik. Çox sağ olun, Şərq-Qərb nəşriyyatına, gələcək işlərində də. Bizim bu dəfəki yazı masası rubrikamızın qonağı biraz fərqlidir, tənqidçidir və publisist kitablar müəllifidir. Hal-hazırda Nərgiz xanım, masanızda nə var? Bax, nə üzərində işləyirsiniz? Kimin haqqında yazırsınız? Biraz bu haqqda danışaq. Əslində mənim yaradıcılığım biraz dediyiniz kimi çox istiqamətlidir, amma bu dəqiqə mən təəssüflə gedirəm ki, biraz tənqiddən kənarlaşmışam. O da işlərimlə əlaqədardır, çünki hazırda mən elmlər doktor dərəcəsi almaq üçün dissertasiya üzərində işləyirəm. Azərbaycan romanı haqqındadır. Azərbaycan romanı belə deyək də ilk mərhələsindən bu günə qədər hansı prosesləri keçibdi, onunla bağlıdır. Bu da bilirsiniz çox ağır bir işdir. Bundan başqa tərcümələrlə məşğulam, yəni mənim gündəlik məşğul olduğum işdir ki, bu tərcümələrin içərisində prezident sərəncamı ilə dərc olunan o 150 cildliyin 6 cildini mən tərcümə eləmişəm. Bu mənim əslində bioqrafiyamda ən belə qürurla qeyd etdiyim xüsusiyyətlərdən biridir. Mən redaktə ilə də məşğulam. Elə romanlar bəzən gəlir ki, redaktəyə bədii yanaşma tələb edir. Bax, mənim həyatda ən çox zövq aldığım işlərdən biri odur ki, mən ona bədii anlamda yanaşa bilirəm və orada nələrsə edirəm və o nələrsə edərək mətni ən belə yüksək səviyyəyə daşıya bilirəmsə, bu artıq mənim belə deyək, həm zövq aldığım bir iş olur, həm də qürur duyduğum bir iş olur. Həm də öz yaradıcılığınız orada meydana çıxır. Həm də bəzən bizdə təəssüf ki, çox təəssüf ki, bu redaktə məsələlərini biraz qeyri-ciddi yanaşırlar buna, amma əslində son zamanlar artıq bunu başa düşüblər. Yəni nəşriyyatlar da bunu başa düşübdür, müəlliflər də bunu başa düşüb ki, çox redaktə çox ciddi prosesdir. Mənə çox maraqlı gəldi. Azərbaycan romanı haqqında siz hal-hazırda masanızda bu işlə məşğulsunuz. Azərbaycan romanı bu bizim oxuduğumuz, sevdiyimiz qədim romanlardan
ta indiyə qədər nə kimi prosesi keçdi? Nə kimi o dilə dəyişikliklərə uğrayıb? Çox dəyişikliyə uğrayıb. Yəni tutaq ki, Azərbaycan romanı haqqında danışanda bizdə bilirsiniz, roman əslində 20-ci əsrin hadisəsidir Azərbaycan ədəbiyyatı üçün. 20-ci əsrin əvvəllərindən başlayıbdı və o vaxtki romanla bugünkü roman, tutaq ki, Ordubadi romanı, müasir roman arasında bir fərq analoq aparsaq görərik ki, həddindən artıq uzun bir yol qət edibdi və keyfiyyətli bir yol qət edib əslində. Müsahibədə sual verdilər ki, bəs doğrudanmı o dövrdə yaranan tutaq ki, romanlar bu qədər güclüdür? Deyirəm, xeyr, onlara amma o dövrün prizmasına yanaşmaq lazımdır. Romanın bir janr olaraq yeni belə deyək də dövriyyədə olması, hələ tərəflərin çox da belə aydın olmaması və ilk təcrübə təbii ki, qüsurları ilə, çatışmazlığı ilə bərabər meydana çıxır. Amma zaman-zaman tutaq ki, 60-cı illərdə tam fərqli romanlar meydana çıxdı. 90-larda tamam fərqli romanlar meydana çıxdı. 90-larda əslində romandan daha çox bizim məsələn hekayə daha aktual idi. Çünki proseslər elə proseslər idi ki, ona daha çevik reaksiya verən janrlar aktuallaşdı. Tez reaksiya verən, çevik reaksiya verən, dərhal reaksiya verən janrlar. Ədəbi cərəyanları sayırıq da. Məsələn, bax bunların hansında ən gözəl romanlar meydana gəldi? Biz əslində belə deyək də postmodern romanlarda meydana çıxdı ki, onlar çox maraqlı nümunələri yarandı. Bu romanların arasında mən həmişə qeyd edirəm Kamal Abdullanın romanları, Aydın Talıbzadənin romanı, Qanturalı'nın romanı, hətta İlqar Fəhminin bir neçə əsəri, hansı ki onlarda postmodern roman texnikası da meydana çıxdı. Mən belə başa düşürəm ki, bugünün yazıçısı həm yaxşı dil bilməlidir, həm tarixini gözəl bilməlidir, bütün sahələri gözəl bilməlidir və çox maraqlı alındı bizim söhbətimiz. Məsələn, bugünün yazıçısı dövrün tələbinə uyğun olmalıdır, yoxsa sadəcə olaraq özünü bir yazıçı kimi formalaşdıran mövzulara müraciət eləməlidir? Çünki mən düşünürəm ki, bir insanın özünün daxili aləmi var, bir yazıçı kimi onu yazıçı edən bir aləmi var və o hər zaman öz mövzuları ilə yazmaq istəyir. Bir də var dövrün tələbi. Məsələn, siz bayaq da dediniz, hətta tərcümədə də hansılar kitab bazarında oxunur, hansılar alınır. Bu dövrün tələbinin ardıca düşən yazıçı necə xoşbəxt ola bilər? Burada bir məqam var da, dövrün tələbi ilə yazıçının özü üçün maraqlı olan mövzunun üst-üstə düşmək məqamı ola bilər. Belə faktlara çox rast gəlmişəm. Əsas məsələ bilirsiniz nədir? Əsas məsələ yazıçının mətndə özünü reallaşdıra bilmək bacarığıdır. Bugün çox tərəfdarıyam ki, istedadlı yazıçılara, o yazıçılar ki, onların tutaq ki, roman yazmaq potensialı var. Bu dəqiqə çox ehtiyac var ki, tutaq ki, 44 günlük Qarabağ müharibəsi ilə bağlı və yaxud ümumiyyətlə Qarabağ müharibəsinin başlanma və bitmə o aralığı ilə bağlı və yaxud tarixi ilə bağlı o əsəri reallaşdırsın və ortaya qoysun. Mən çox təşəkkür edirəm Nərgiz xanım, dolğun, gözəl informasiyaya görə və sizə yaradıcılıq uğurları arzulayıram. Mən təşəkkür edirəm dəvətiniz üçün. Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Şənbə söhbətləri verilişinin də sonuna gəldik. Verilişin müəllifi mən, Aysel Fikrət, rejissoru Anar Məmmədov, səs operatoru Reyhanə Mirzəyevadır. Yer üzünə düşüb yaşamaq qədər çətini yoxdur. Mənəvi əzabları, acıları, həsrəti yalnız ədəbiyyat və musiqi ovuda bilir. Ədəbiyyat bir xalqın yaddaşıdır. Həm də həyatın dərinliklərinə inən, ağrıları və gözəllikləri kəşf etməyə imkan verən yol. Mənəviyyata xidmət edən hər bir əsr yazıçı, şair hörmətlə yada salınmalıdır. Ədəbiyyatı sevin. Həyat onunla gözəldir.